Mən bura bizim değerli dostumuz, Azərbaycan Respublikasının əməkdar artisti Tural Nəcəfovu dəvət eləmək istəyirəm. O səlahiyyət Tural müəllimdədir, onu eşidəcəyik, onu dinləyəcəyik əlbəttə ki. Və bu xoşkidə onun da bir değerli, bir möhtəşəm töhfəsi olacaqdır. Tural müəllim, xoş gördük sizi, salamlayırıq sizi, xoş gəlmişsiniz. Hər zaman toylarda olasınız, hər zaman gözəl günlərdə olasınız. Çox sağ olun müəllim, təşəkkür edirəm. Əlbəttə ki, təbriklərə mən də qoşuluram. Kiçik bəyimizi ürəkdən təbrik edirəm. Gözləri aydın olsun valideynlərin, babalar, nənələr, hamısını salamlayırıq, bütün musiqiçiləri. Məhəmməd qardaşım dedi bir Şükriyə mahnısı oxuyaq. Oxuyaq bir Şükriyə mahnısı, Hakim müəllim. Bir gül sen dermişem gençlik bağına, bir gülü çiçeği dermerem sensiz. Şam aldın ömrümün oğlan çağına, bir bağa bahçaya girmerem sensiz. Bir gül sen dermişem gençlik bağına, bir gülü çiçeği dermerem sensiz. Şam aldın ömrümün oğlan çağına, bir bağa bahçaya girmerem sensiz. Şükriye talihim, şükür Hudaya, gördüğün doğru mu yoksa bir rüya? Dolu yüreğime bu tatlı hülya, yaşayabilmerem bir kere sensiz. Şükriye talihim, şükür Hudaya, gördüğün doğru mu yoksa bir rüya? Dolu yüreğime bu tatlı hülya, yaşayabilmerem bir kere sensiz. Seninle gezerem elden ele ben, bataram çıkaram selden selemen. Düşerem ağıza dilden dilemen,
yaşaya bilmərəm bir kərə sənsiz. Seninle gezerem elden ele mən bataram çıkaram selden sele mən düşərəm ağıza dilden dilə mən yaşaya bilmərəm bir kere sensiz. Şükriyet şükür Xudaya, gördüğün doğru mu yoksa bir rüya? Dolu yüreğime bu tatlı hülya, yaşaya bilmərəm bir kere sensiz. Şükriyet aleyim şükür Xudaya, gördüğün doğru mu yoksa bir rüya? Dolu yüreğime bu tatlı hülya, yaşaya bilmərəm bir kere sensiz. Şükriyet aleyim şükür Xudaya, gördüğün doğru mu yoksa bir rüya? Dolu yüreğime bu tatlı hülya, yaşaya bilmərəm bir kere sensiz. Teşekkür ederim. Gürültülü Bir daha alkışlar. təbriklər. Tural Nəcəfov Allah mübarək üçündür. eləsin. Böyük oyuna inşallah sağlıq. Allah qismət eləsin hər birimizə. Sağ Teşekkür olun. edirik. Tural Nəcəfova minnətdarlığımızı bildiririk. Doğrudan da bugün hamı en yaxşı bildiği işi en yaxşı şekilde təqdim edir. Dostların hamısına ayrarlıqda teşekkür edirik ve elbette ki bu möhtəşəm məclislə davam edir öz axarı ilə.